rayonumuz xoş gəlibsiniz, sabah gətiribsiniz. Allah sizə qüvvət versin. Bu əziz gündə, Ramazan ayında, Novruz bayramı gəlişi ilə bu günləri Özbəkistan kəndinə gedən yol massivində bu ağacların əkilməsi həqiqi sevindiricidir. Rayonun çıxışlarında hər yerdə yaşıllaşma ilə əlaqədar işlər gedir. Sağ olsun rayonun icra hakiminin başçısı, Araz müəllim və kompozun sədri olan Bağır müəllimə təşəkkür edirik ki, belə bir işləri həyata keçirirlər. Hal-hazırda da ki, İslam Məmmədov da yaşlılaşmaya əlaqədar özü bir həm rəhbər kimi, həm bir kəndçi kimi öz ürəklə bu işdə faal iştirak edir. Mən bunların hamısına minnətdaram. Başqa rayonlardan da gələndə ürək açıcı olur. Biz də çalışırıq ki, bizim Öncəqala kəndi günü-gündən inkişaf eləsin. Hal-hazırda gördüyünüz kimi daha qəşəng bir tərəfli yol işıqlanması var bütün kəndə. İnşallah asfalt örtüyü çəkilib yollara. Bu hamısı rayonun rəhbərliyinin necə deyirlər, rəhbərliyin zəhmətidir ki, kəndin inkişafına çox gözəl tövsiyə verirlər. Əllərindən gələn xidmətləri eləyirlər. Ona görə mən yenə də minnətdaram rayonun rəhbərlərinə. Allah onlara uzun ömür, can sağlığı və gələcəkdə də yüksək vəzifələrə getmələrinə inşallah Allah kömək olsun. Bunu təşkil edənlər Allah canı sağ eləsin, sağ olsun. Başçı, icra hakimi, Bağır müəllim, bütün kəndləri sağ olsun, icra hakimi, bütün yaşıllaşdırma eləyib, gözəllik eləyib, sağ olsun.